insanın ömrünün təməli onun cavan yaşlarında qoyulur. Cəmiyyətin gələcəyinin təməli isə onun gəncləri və cavanlar üzərində qurulur. Bugün gənclərimiz kimdirsə, 20 ildən, 30 ildən sonraki gələcəyimiz olardı. O gənclərimiz ki, nəfslərinə hakim olublar. O gənclərimiz ki, Allah onları qorusun. Amin. Onlar gənc yaşlarından ilahi ibadətdə, itaətdədirlər, nəfslərinə hakim olublar, doğru yolla gedirlər, onlar Allahın ən sevimli bəndələridirlər. Hətta bir hədisdə Allah onlara aşiqdir. Bu sözünü oxumuşam hədisi qudsuda. Allah onlara aşiq olar. Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti, bərəkəti olsun əziz və hörmətli izləyicilərimizə. Xoş gördük sizi. Hörmətli izləyicilər, bugün yeniyetmələr, gənclər barəsində danışacağıq. Çox maraqlı, aktual bir mövzudur. Valideynlər üçün vacibi bir mövzudur. İzləsinlər, izlətsinlər. Gənclərlə iş görmədə, gənclərlə iş sahəsində olduqca maraqlı bir, həqiqətən də məsələdir. Dinin buna baxışı nədir? İslamın, Quran-ı Kərimin, Əhl-i Beytin sözləri nədir? Bu barədə inşallah söhbətimiz olacaq. Qonağımız Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, Qazılar Şurasının üzvü, Binəqədi Cami Məscidinin imamı Hacı Rafail Abbasovdur. Salamlayıram əziz qonağımız. Salam. Xoş gördük sizi Hacı. Hacı, mövzu belə, gənclərdir, cavanlardır. Bəzən bizi narahat edir bu məsələ. Bəzən gördüklərimiz, müşahidələrimiz narahatlığımıza səbəb olur. Həqiqətən bizim bir söz var, deyir, dünyamız və ölkəmiz, cəmiyyətimiz bu yeniyetmələrin, cavanların, gənclərin əlindədir. Onları da narahat görəndə, izdirablı görəndə, nigaran görəndə adam özü də narahat olur, nigaran olur. Bu barədə inşallah sizin sözlərinizi eşidək, tövsiyələrinizi, nəsiyyətinizi, ümumiyyətlə gənclərin sağlam ruhda, sağlam bədəndə, sağlam düşüncədə böyüməsi, inkişaf etməsi üçün nə etmək lazımdır? Bismillahirrahmanirrahim. Siz sual verən zaman Sokratın bir sözünü xatırladım. Sokrat daim gənclərlə, cavanlarla gezirdi, otururdu, dururdu. Ona sual verdilər ki, sən yaşlı bir adamsan, alim bir adamsan, niyə bu cavanlarla hər gün vaxt keçirirsən? Cavab verdi ki, cavanlar təzə tər budaqlar kimidir. Onları hansı tərəfə istəsən, yönəldib, düzəldə bilərsən. Amma yaşlılar isə artıq qurumuş budaqlar kimidir. Möhkəmdirlər. Möhkəmdirlər. Əymək istəsən sınacaqlar. Sınarlar. İnsan özünə baxanda, elə özümüzdən bunu görürük. O cavan yaşlarımızdakı nəfsimizin islahatında gördüyümüz səylər, apardığımız səylər və bugün apardığımız səylərə baxanda görürük ki, sanki cavan yaşlarında sanki bir təzə cildən, təzə palçıqdan düzəldilmiş bir heykəldir. Onu xoşuma gəlmədən əzdin, başqa cürə düzəltdin. Amma yaşdaşdıqca, ömür keçdikcə, zaman keçdikcə artıq bu quruyur. Onu düzəlmək istəsən, gərək sındırasan, sonra əzəsən, ovasan, su vurasan, təzədən gil halına gətirəsən, sonra düzəldəsən. Ona görə də cavanların məsələsi buna görə həmişə cəmiyyətdə aktual olub. Bir, insanın ömrünün təməli onun cavan yaşlarında qoyulur. Cəmiyyətin gələcəyinin təməli isə onun gəncləri və cavanlar üzərində qurulur. Bugün gənclərimiz kimdirsə, 20 ildən, 30 ildən sonraki
gələcəyimiz olardı. Bu gün insanın cavanlığı nədirsə, 20 ildən, 30 ildən sonraki yaşlı həmən odur. Bu çox əsas bir məsələdir. O cavan ki, gənc yaşlarında aktivdir, biz deyirik meydangirdir. O görərsən ki, yaşdaşar bir elin ağsaqqalı olar. Süst cavan heç zaman yaşdaşsa da el ağsaqqallıq eləyə bilməz. Nəsli ağsaqqallıq eləyə bilməz. Ona görə də bizim cavanlarımız ilk öncə zamanı dəyərləndirməlidirlər. Ömürlərini dəyərləndirməlidirlər. Əziz Peyğəmbərimiz bir hədisində buyurur ki, məşhur bir hədisdir bu, buyurur, 4 şey, insan öldükdən sonra bu 4 şey ondan soruşulmasa başqa bir şeylər soruşulmaz. Yəni ilk soruşulan bu 4 şey olacaq. Soruşulan ya Resulullah hansılardır? Buyurdu, birinci ömrünü soruşarlar, ömrünü nə etdin? İkinci, cavanlığını nə etdin? Üçüncü, hardan qazandın? Dördüncü, hara xərclədin? Birinci insanın ömrünü soruşarlar. Çünki ömür bizim bu həyatımızın sərmayəsidir. Biz hər bir şeyi ömrümüzün hesabına qazanmışıq. Elmi də, varı da, dövləti də, ailəni də, dostu da, hər bir şey ömrümüzün hesabına, zamanın hesabına, saniyələrin, dəqiqələrin, saatların, günlərin, ayların, illərin hesabına biz qazanmışıq. Bu bizim sərmayəmizdir. İkincidir, cavanlığını neynədin? Ömrün ən əsas qazanc yeri, əkin yeri, baharı, xəzinəsi onun gənclik dövrüdür. Biz ki, deyirik, ömrümüzün hesabına qazanmışıq, ömrün nə uşaqlıq çağına aiddir bu, nə qocalıq çağına aiddir. Hansı çağına aid olur? Gənclik çağına aiddir, cavanlıq çağına aiddir. Cavanlıq vaxtında insan elm öyrənir. Cavanlıq çağında insan özünə karyera qurur, iş, sənət öyrənir, ailə qurur, oğul, uşaq sahibi olur. Bu cavanlıq dövrünə aiddir. Yəni, cavanlıq dövrünü itirən insan ömrünü itirmiş kimidir. Bir şey cavanlığını itirsə, ömrünü itirib. Cavanlıq getsə, ömür gedib. Heç nə əldə eləyə bilməyəcək o. Artıq böyük itkin içərisindədir. Ona görə cavanlığını soruşarlar, sən cavanlığını nə etdin? Bunun üzərindən də biz çox düşünə bilərik ki, cavanlıq çox əhəmiyyətli bir şeydir. Və cavanlığın günləri, saniyələri çox dəyərlidir. Ləğv işlərə, cavanlığını ləğv işlərə, əyləncələrə, boş işlərə sərf eləməməlidirlər. Sanki bir dənə xəzinənin içərisindədirlər və gələcəkləri bugündən asılıdır. Bunu boş-boşuna keçirsələr, gələcəkləri əl-boş olacaq. Oğul uşaqları əl-boş olacaq. Onun üçün diqqət olunmalıdır bura, gənclik vaxtlarına. Əlbəttə ki, bunu da deməyə ehtiyac var. Filosoflardan birisi bir maraqlı bir söz deyir. Deyir, gənclik səhvlər dövrüdür. Səhvlər dövrüdür. Bəli, insan ən böyük səhvlərini gənclikdə buraxır, cavan vaxtlarında. Buraxır bu səhvləri. Və bu olacaqdır. Hər bir insanın səhvi olacaqdır. Əsas olan odur ki, səhvdən dərs alsın. Etdiyi səhvlərdən insan ibrət alsın, dərs alsın, ibrət götürsün. Daha ağıllı olsa o gənc öz səhvindən deyil, başqalarının səhvindən dərs götürər, daha ağıllı olarsa. Bəzən görərsən, bəzi cavanlar hər hansı bir işə addım atmaq istəyirlər və qorxurlar səhv edələr. Qorxurlar səhv edələr və o işdən çəkinirlər. Bu bəyənilən deyil. İş görən səhv eləyər. Amma o səhvlərdən dərs alan, ibrət alan
ağıllı insana çevirilər. Təcrübəli insana çevirilər. Gələcəyi üçün bir təcrübə yığmış olar. Günahların çoxu da elə gənc yaşlarda baş verir. Düz deyilmi? Gənc yaşda, cavan yaşında günah üçün daha çox şərait var. Amma o gənclərimiz ki, nəfslərinə hakim olublar. O gənclərimiz ki, Allah onları qorusun. Amin. Onlar gənc yaşlarından ilahi ibadətdə, itaətdədirlər. Nəfslərinə hakim olublar. Doğru yolla gedirlər. Onlar Allahın ən sevimli bəndələridirlər. Hətta bir hədisdə Allah onlara aşiqdir. Bu sözünü oxumuşam hədisi qudsuda. Allah onlara aşiq olar. Peyğəmbər əleyhissalam bir hədisində buyurdu, əgər bu üç qrup, üç növ kəs olmasaydı, Allah ruzunu yerdən çəkərdi və yerə bəlalar nazil edərdi. Sual edilər, ya Rasulullah, kimlərdi onlar? Burada körpələr, əli çörəyə çatmayan körpələr, öz ruzularını qazana bilməyən körpələr. İkincisi kimdir? Əli ruzudan kesilmiş, artıq qocalmış yaşlılar, qocalar. Üçüncülər kimdir? Burada təqvakar cavanlar. Bunların sayəsinə, yer üzlərinə Allah bərəkət göndərir, ruzu göndərir. İkisi məcburiyyətdir, amma bu iradə ilə baş verir. Təqvakar cavan iradəsi ilə bura gedib çatır və bu Allahın ən sevimli bəndələrindəndir. Bayaqlar söylədiyim kimi insan səhv də edər, günah da edər, xüsusən cavan yaşlarında. Amma o cavan ki tövbə etsə, yəni bir hədis qudsuda oxumuşdum, deyir Allah Taala mələklərə buyurar ki, ərşi bəzəyin. Sual eləyər mələklər, İlahi Rəbbim, nə baş verib? Burada yer üzərində bir cavan tövbə edib mənə tərəf qayıtdı. Bir cavan tövbə edib mənə tərəf qayıtdı. Ərşi bəzəyin. O qədər qiyməti var. O qədər qiyməti var. O qədər qiyməti var. O qədər dəyəri var. O cavanlar ki, Allah yolundadır, o qədər Allah yanında dəyərlidirlər. Allah dostlarındandılar. Və bu haqda çox danışmaq olar. Bəli, həmçinin Allahın xoşuna gəlməyən cavanlar da var. Allahın sevmədiyi cavanlar, gənclər də var. Kimlərdir? Elm, təhsil, sənət ələ gətirmək istəməyən cavanlar. Tənbəl və süst olan cavanlar. Hədislərdə gəlib bunlar Allahın sevmədikləridirlər, Allahın qəzəbində olan kəslərdilər, cavanlardılar. Bir gün Həzrəti İsa əleyhissalam yolu ilə gedir, bir cavan da əyləşmişdi. Yanından keçdi, getdi, salam vermədi. Qaydanda cavana salam verdi. Cavan dedi ki, ey Allahın Peyğəmbəri, biraz öncə siz mənim yanımdan keçdiniz, heç bir salam vermədiniz. Amma qaydanda salam verdiniz. Dedi, mən keçəndə sən oturmuşdun, heç nə eləmirdin. Bekar idin. Bekar idin. Amma gələndə gördüm ki, sən yerdən nəsə bir hərəkət eləyirsən. Allah rəhmət eləsin bütün ustadlara. Bizim ustadımız buyururdu ki, insanın ruhunun diri olması onun işgüzarlığından bilinir. Bir insan işgüzardısa, onun ruhu diridir. Ruhu diridir bu insanın. Tənbəl insanın, süst insanın ruhu ölüdür və yaxud ölməyə doğrudur. Bir hədis var, deyir İmam Cəfər Sadiq əleyhissalam kürəyini heç yerə söykəyib oturmazmış. İndi buna bir çox məna verirlər ki, məsələn, biri budur ki, Allah qarşısında bu cür oturmaq istəmirmiş. Bir mənasını da bunu deyil, söyləyirlər ki, insan arxasına bir yerə söykəyib oturanda rahatlıq
rahatlıq süstlük gətirir. Süstlük qəflət gətirir. Yəni insan tənbəlləşərsə, rahatlığı axtararsa, o süsləşəcək, süstlük qəflət gətirəcək, qəflət insanı cəhənnəmə aparacaq. İmam Muhammed Baqir Əleyhisselam buyurur, mən dünya işlərində tənbəllik edənə nifrət edirəm. Biz demirik fəqət din işlərdə, dünya işlərində də hətta. Bir hədisimiz var, Peyğəmbər Əleyhisselam buyurur ki, dünya işi görəndə elə görgünən ki, sanki 1000 il yaşayacaqsan. Axirət işi görəndə elə gör ki, sanki bu axırıncısı olacaq, öləcəksən. Yəni namaz qılanda onu axırıncı namazın kimi qıl. Dünya işi görəndə bağ salacaqsansa, sanki 1000 il bu bağdan istifadə olunacaq, sən də yaşayacaqsan. Nə gözəldir. Buyurur İmam Muhammed Baqir Əleyhisselam buyurur, mən dünya işlərində tənbəllik edənə nifrət edirəm. Dünyasının işlərində tənbəl olan, axirət işlərində ondan da tənbəl olacaq. Bu təcrübədən çıxmış bir şeydir. İmam Həzrət Əli Əleyhisselam buyurur, işi gecikdirmək tənbəlliyin əlamətidir. Desinə, iş eləyərəm. Fərqi yoxdur. Dünya işi olsun, ya axirət işi olsun. Onu deyir, gecikdirmək tənbəlliyin əlamətidir. Tənbəl Allah sevməz. Tənbəl cavanı heç sevməz. Yaşlının bir bəhanəsi olar ki, xəstəyəm, qocayam, halım yoxdur, yoruldum. Amma cavanın enerjisi nə qədər də yorulsa, bir yarım saat dincəlsə, enerji təzdən yenilənir onda. O ustadın sözü var, deyir, göz xaindir, əl vəfalıdır. Göz baxar, qorxar. Amma əl vəfalıdır, işi görər, bitirər. İmam Əleyhisselam buyurur, əzm və iradə ilə süsliyə, tənbəlliyə qarşı mübarizəyə çıxın. Mütləq gərək buna qarşı insan nə etsin, cavan nə etsin, əzm eləsin, iradə eləsin. Görərsən, iradə eləyər, ona qarşı bir cihad eləmiş olar. Bu da cavanın cihadıdır. Cavanın cihadıdır bu. Cavan hər zaman cihadda olmalıdır. Hədislərdə mən görmüşəm, ustadlardan eşitmişəm bu sözü ki, mümin zirək insandır. Zirək adam olmalıdır mümin. Cəhd eləyən insan olmalıdır. Bir gün Peyğəmbər Əleyhisselam bir gənc ilə görüşdü, cavan ilə görüşdü. Cavan əllərini gizlətdi. Peyğəmbər dedi, əllərini niyə gizlədirsən? Utandı, dedi, ya Resulallah, əllərim qabar-qabardı, işləməkdən əlləri qabar-qabar. Dedi, ver əllərini. Peyğəmbərdən ver əllərini. O əllərini qoydu Peyğəmbərin əlinin içində. Peyğəmbər o əlləri öpdü. Subhanallah. Peyğəmbər o əlləri öpdü. O qabarlı əlləri öpdü. Və həmçinin də gənclər gərək elmə, sənətə yiyələnsinlər. Elmi olacaq öz yerində, mütləq bir sənəti də olsun. Sədinin bir yaxşı sözü var, oğluna nəsihətdə deyir, oğlum, var dövlətin qorxusu var. Səfərə çıxarsan, ya onu oğru aparar, ya da xərcləyərsən, bitər. Amma sənət hər zaman sənin köməyinə yetişəcək. Hər zaman sənət sənin köməyinə yetişəcək, yardımına yetişəcək. O söz var, deyir, sənətkar günortaya qədər ac qalar, günortadan sonra qarnı doyacaq, bir iş çıxacaq, görəcək, qazanacaq. Odur ki, bizim gənclərimiz bu işlərlə məşğul olsalar, başqa işlərə vaxtları qalmayacaq. Çay evlərində əgər gənclər günlərini keçirirlərsə, saatlarla orada, gecənin bir aləminə. Yəni, bu haradasa günaha da söykənir. Ləğvdir. Mömin ləğv eləməz. Bayaqları ilk bunu söylədim. Zamanı dəyərləndirməlidir. Zamanı dəyərləndirməsə insan
elə bilməsin ki, ondan sorğu-sual olmayacaq. Bəlkə ilk sorğu-sual bu olunacaq ki, sən vaxtını hara sərf elədin? Cavanlığını hara sərf elədin? Boş, məsələn, kitab oxuyur, nəsə əldə eləyir, sənət öyrənir, nəsə əldə eləyir. Bir də boş-boş çayxanalarda ola bilər, nə bilim, cürbəcür yerlərdə ola bilər ki, vaxtını israf eləyir. Vaxt bizim ən dəyərlimizdir. Maldan da dəyərlidir, hər şeydən dəyərlidir. Çünki biz vaxtın hesabına hər şeyi ələ gətirmişik. Hər şey qazanmışıqsa vaxtın hesabınadır. Adətən yemək, qırıntıları tökülür, məsələn, düyü falan. İsraf eləmə. Gözün deşirlər. Gözün deşir. Yəni böyüklər adətən gənclərin gözünü deşir ki, niyə sən tökürsən bunu? Doğrudur ya, yəni olmaz. Yaxşıdır, hə. Amma ən əsas... Amma saatlar hədər olur, yatmağa hədər olur, nə bilim, ləğv işlərə, nə bilim, boş-boş əyləncələrə, boş-boş oyunlara. Saatları gedir. Saatlar gedir, onun neçisi. Ona 11-ə qədər yatır deyir, dəymə, durub neynəyəcək? Uşaqdır da, yatır da, hə, qoy yatsınlar. Amma burada yenə də düyü paymal olur deyir, israf olur, yerə tökmür. O düyünü də vaxtın hesabına qazanır. Bəlkə də öz cibinə ziyandır deyə bunu irad edir. Bu deyir israfdır. Eləmə məsələmdə. Niyə? Onu axıra qədər yeməlisən. Zibil qabına atacağıq bunu. Məsələn, axıra qədər yeməlisən bunu. İsraf eləmə. Doğru. Amma səhər 11-12-yə qədər yatır. Nə olur? Durub nə edəcək? Maraqlıdır. Dərs yox, məsələn, yay tətilidir və yaxud yaz tətilidir. Dərs yox, nə edəcək? Da xəbəri yoxdur. İnsan ömrünü görmür. Baxın, bir kəlmə söz deyim, tamamlayarıq. Əgər insan ömrü o qum saatının içərisinə tökülüb, gözünün qabağına qoyulsaydı, o axdıqca görsəydi ki, ya, bunun orada axır, bura dolur, bura ölüm saatıdır. Oraysa ömür saatıdır. Oradan necə süzülür ömrü və necə azalır onu görsəydi, bütün günü təşvişin içərisində olar, qutarır, bitir. Amma o sahada da bax, bu keçən saniyələr ki var, çaq-çaqla gedir ha. Bu hər saniyə sənin ömründən gedir. Biz hər saniyədə ölürük. O da qayda bilməyəcək. Keçən 20 dəqiqə bundan qabaqçı vaxtda biz bir də qayda bilməyəcək, getdi. Biz 2024-də qayda bilmərik. Orada ölmüşük biz. İnsan saniyə-saniyə ölür. Saniyə-saniyə ölür. Bəzən deyirlər ki, filan kəs öldü. Mən deyirəm, yox, ölməyi bitdi. Çünki saniyə. Uşaqlıqda ölmüşük biz. Mən cavanlığımda ölmüşəm artıq. Dünəndə ölmüşəm. Qayıtmayacaq bir şeylərdir. O ölüb, dünənim ölüb. Dünənim ölüb, sabahın sual altındadır, bugünün dəyərini bilməliyəm. İstər cavan oldun, istər yaşlı oldun. Allah bizi ömrümüzün, günümüzün, saatımızın, hətta saniyələrimizin dəyərini bilənlərdən qərar versin. Bəzən insanlar olar, can üstündə olar, saniyə çatmaz ki, sözünü tamamlasın. Doğru. Doğrudur, bəli. Hacı, Allah razı olsun. Bu nəsihətlərə, bu sözlərə çox ehtiyacı var. Gənclərin dinləməsi ehtiyacı var buna. O da həvəsləri qalmayıb. Baxırıq, görür, təəssüf ki, mənəvi proqramlar izləmirlər. Ancaq əyləncə, şou, belə gülməli. Belə bir şeylərin ardıcadırlar, təəssüf olsun. Həqiqətən adamı narahat edir. Kaş ki, bax, belə bir proqramları izləsinlər, ibrət götürsünlər, dərs götürsünlər. Allah sizi əskiy eləməsin bu cəmiyyətdən, var olasınız. Köməyiniz olsun. Əziz və hörmətli izləyicilər, proqramımızı bəyənib paylaşmağı sosial şəbəkədən xahiş edirik sizdən. Ətrafınızda olan gəncləri dəvət edin, proqramı izləsinlər. Bir kəlmə də tutsalar, o onların dadına çatar, köməyinə yetər inşallah. Allah inşallah bizim hər birimizin dadımıza çatsın. Allah axirətimizi, aqibətimizi xeyirli eləsin inşallah. Sağ olun. Amin olun.